Muhammedin, Allahın salamı olsun ona və onun ailəsinə, onun imam olmasına aid olacaq Quran-ı Kərimdə dəlil var yoxsa yox? İbrahim Aleyhisselama var, va bilmirəm, axı, va yox. Yəni bilmirəm o. İbrahim Aleyhisselama var ki, hə, biz səni imam təyin edəcək. Yəni orada sınaqları yerinə yetirdiyi üçün, Allah tam təslim olduğu üçün. Aha. Muhammedə, Allahın salamı olsun və ona və onun ailəsinə. Allah Quran-ı Kərimdə mən tapa bilmədim. Yoxdur ki, Allah desin ki, İslam dünyasının imamı, xəlifəsi Muhammeddir. Allahın salamı olsun ona və onun ailəsinə. Bu günləri Muhammedin adına aid olacaq, açıq-aşkar olacaq bir belə deyək də, bir ayət yoxdursa, bu Şiə dünyası İmam Əlinin imamətliyi barəsində necə dəlil gətirə bilərlər? Mən hələm də onları başa düşə bilmirəm. Yəni Muhammedin öz ümmətinin imamı olması barəsində Quran-ı Kərimdə açıq aydın olaraq dəlil olmadığı təqdirdə, necə ki, yox, Vüsal, bilsən, nətər, biri var, onun dalınca gedin, başqa şeydir. Amma, məsəl üçün, Adəmi yer üzərində xəlifə seçdim. Məsəl üçün, İbrahimi xəlifə seçdim. Yəni, Muhammedi xəlifə seçdim olacaq ayət yoxdur. İtaət edin, tamam, qadın öz ərlərinə itaət edin. İt öz yəsinə itaət edin. Mənim sözüm xəlifə, öz ümmətinin xəlifəsi. İtaət edin var. Bunun müzakirəsi deyil ki, bunu gətirəsiniz. Bəli, Həşr surəsi, Ali İmran surəsi, bəli var. Amma xəlifədən söhbət gedir, xəlifədən. Anlata bilirəm. Yəni bunu demək istəyirəm ki, o Vüsaldır. Vüsalla mənim YouTube'da söhbətim var. Yox, mən səndən razı deyiləm. Və sənə bir söz deyim, sən orada Vüsal dedin ki, Musa aleyhissalam imam deyil, xəlifə deyildi. Səcdə surəsinin 23-cü ayətini inşallah oxuyarsınız. Musa aleyhissalam deməli, xəlifə idi. O da imam idi. O da Tur dağından gələndən sonra Allah subhanahu teala ona həm Tövratı verdi və həmçinin də öz ümmətin üzərində xəlifəlik verdi. Amma belə Firavundan söhbət edərkən, dənizin arasından öz cəmaatını çıxardarkən xəlifəlik verilməmişdi. Ta ki, Tur dağından gələndən sonra Səcdə surəsinin 23-cü ayətini baxsaz, inşallah orada görəcəksiniz. Harun bəs. Haruna da Ərəf surəsi 142-ci ayəsi. Haruna xəlifəliyi Musa aleyhissalam verir. Və Musa aleyhissalam Tur dağına qalxmamışdan qabaq Haruna xəlifəlik verilir. Harun Aleyhisselam onların başının üstünə qoyur ki, mən gəlincə, yəni bunları idarə et də, yəni qoyma. Bəli. Şeylə. Və burada qeyd edeyim ki, Vüsal bəy, Musa aleyhissalam Harunu seçəndə heç bir vəhə dayanmır. Və sənə bir dəlil, bax 2 dənə dəlil deyirəm sənə. Vüsal bəy, necə ki siz deyirsiniz ki, imamı ancaq və ancaq Allah seçər, amma biz sizə Quran-ı Kərimdən Ərəf surəsinin 142-ci ayətini gətiririk. 142-ci ayətini gətiririk və həmçinin də Nəhcül Bələğədən Maviyyəyə yazılan 6-cı məktubu gətiririk. Şura, muhacir və ənsardan ibarətdir. Onlar toplaşıb birini imam olaraq seçmişdilərsə, Allahın razı qaldığı bir işdir. Yəni İmam Əlinin əqidəsinə görə, imamı Allah yox, insanlar da seçə bilir. İnsanlar da imamı seçə bilir. Dəlil hardadır? Dəlil Quran-ı Kərimin Ərəf surəsi 142-ci ayəsi. Musa aleyhissalam Harunu imam seçir, heç bir vəhə dayanmadan. Bir dənə dəlil gətirə bilməzsiniz ki, Musa aleyhissalam Harunu imam seçməsi Allahın vəhinə dayanır. Bu bir. Razı deyilsən. Bilirəm. Yaxşı, bu ayətlə razı olmaya bilərsən. Nəhcül Bələğə 6-cı məktub. Şura, muhacir və ənsardan ibarətdir. Onlar toplaşıb birini imam seçərlərsə, Allahın razı qaldığı bir işdir bu.
Bu elə bir şey, bu məsələnin pesatıdır da. Yəni şiələr üçün bu möhkəm bir dəlildir. Ayo, mən inanmıram Vüsal Qurandan ayə deyildikdən sonra məhlul bəlağəta gedə baxa. Elə şey olar. Və Vüsal bugünkü müzakirədə bu söhbətdə oldu ki, mütləq olaraq imam elmli olsun. Bu doğru fikir deyil. Biz niyə? Çünki Qurani-Kərimdən sənə bir misal göstərə bilərəm. Harun nə idi? İmam idi, elmli idi. Bir dənə elmli olmağını gətir görüm Qurani-Kərimdən mənə dəlil. Bu bir. Və ikincisi isə Musa aleyhissalam imam idi, Xızı aleyhissalam imam değildi. Amma Musa aleyhissalam Xızıya tabe olmaq üçün göndərildi. Görürsünüz, elmli insan, elmli olmayan insana da tabe olabilir. Bu da bunun dəlili. Ümumiyyətlə Allah Rasulü deyir ki, 3 nəfər bir yerə çıxanda, bir səfərə çıxanda aranızdan birini imam təyin edin. Rəhbər. Yəni hamı o sözünü eşitsin, dağılmasınlar, dağınıq olmasın, fikir ayrılığı olmasın. Bir nəfəri imam seçin. Hikmət Tövratdır. Biz onlara Tövrat verdik. Mənim bu barədə YouTube kanalında Şiənin elm tələbəsi ilə uzun-uzadı müzakirəm var. İmamı kim seçə bilər? Quran ayəsi və Şiənin öz sən 200-lüsən 100%. 2 dənə üzü var. Mənim 200-üm var. Əlhəmdülillah. Əsas odur ki 4 dənə üzüm olmasın. Ancaq bu sünniyə riayət eləyir ha. Allah Rasulü necə ki birinə deyir, sən bu ayağını o bir ayağını o ayağa oxşayır. Bu da deyir sənin 2 dənə üzün var. Ona həqiqətlə zarafat edir də axı. Bəli, qardaşın 2 dənə üzü var. Və 2 dənə sənin 2 dənə üzü olmalıdır. Bunu heç kəs inkar edə bilməz ki. Bəli, Xızır ən elmlidir. Zaten Musa aleyhissalam mən elmliyəm demişdi. Allah subhanahu taala qınamışdı və Xızıra rastlaşdırmışdı ki, hər biləndən də üstün bir bilən var olduğunu bilsin. Bəli. Şiə əqidəsinin bu ayətdə belə yaxşı mənada iptal eləyir də, yəni bir rəddiyə olaraq verir ki, elmli olacaq bir insan elmsizdən elm öyrənə bilir. Məsələn, bir misal da deyə bilərik. Gəlin belə eləyək. Bədirdə müşriklər əsir düşmüşdü, müsəlmanlara elm öyrətdi, yazı pozu. Assalamu aleykum və rəhmətullah. Aleyküm salam, sağ ol, necəsən? Hər vaxtınız xeyirli olsun. Necəsiniz? Yaxşısınız inşallah. Elhamdülillah, yaxşı oldu. Bir iki dənə məsələni inşallah danışmaq istəyirdim. Sən fikir versən denən, sonra mən danışaram. Yo, buyurun. Bu Harun haqqında, yəni Harun elmli olub. Harunun, yəni Allah ona elm, Tövrat, yəni Tövratı bilən olub. Qövmin içində Musa peyğəmbərdən sonra ən yaxşı Tövratı o bilən olub. Hətta bunu İsrail oğulları da təsdiq edib. Günümüzdəki olan hətta Yahudilər də bunu təsdiqləyir. Yəni onun elmsiz olmağı barədə heç bir dəlil yoxdur. Hardan yəni çıxarış edə bildiniz? Yəni Harun Gəlin belə eləyək. Gəlin belə eləyək. Birinci, sizin belə bir iddianız var ki, Şiə əqidəsinin belə bir iddiası var ki, Şiə əqidəsi deyir ki, imam mütləqdir ki, elmli olsun. Elmli olmasa o bir imam ola bilməz. Elə deyil mi? Bəli. Aha. Gəlin belə eləyək. Musa aleyhissalam bir imam idi. Yox. Peyğəmbər idi. Həm də imam idi. Belə yəni Siz bunu səhər yəni qeyd etdiniz. Yox, bu biz imam deyəndə, yəni necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məndən sonra 12 nəfər ulul əmr olacaq. Yəni ümmətin imamı, yəni müsəlmanların üzərində ümmətin imamı 12 nəfərdir bizim əqidəyə görə və bunlar da peyğəmbərin canişinidir. Bunlar peyğəmbər deyil.
Muhammed sallallahu aleyhi ve sellemin canişinidir. Əlbəttə ki, bütün peyğəmbərlər imamdırlar. Amma qaldı ki, e, yəni bu bizim dediyimiz canişinlərdir, yəni ulul əmrlərdir. Ümmətin üzərində olan ulul əmrlər ayrıdır. Və sair tutaq ki, peyğəmbərin imamı ola bilər. Bizim etiqadda var bu. Xızır peyğəmbər bizim etiqadımıza görə Musanın imamı olub. Və Musa da ona itaat edib və beyyət də edib. Və onu da nə deyib, onu da eləyib və ona qarşı çıxmayıb. Qarşı çıxdığına görə ayrılıb. Bu ola bilər. Musal bəy, Amma bu mövzu ayrı. Bu mövzu ayrı mövzudur. O mövzu ayrı mövzudur. yox, Musal bəy, birinci hər bir peyğəmbər öz dönəminin imamı olması üçün mütləq olaraq Quran-ı Kərimdən bir dəlil olması lazımdır ki, həqiqətən də öz dönəminin imamlığıdır. Biz bilirik ki, peyğəmbərlik necə verilirsə və bunun dalıca da Allah Subhanahu taala o peyğəmbərə layiqdirsə imamlıq verir və yaxud vermir. Yəni bu ifadə etdiniz ha. Dediniz ki, bütün peyğəmbərlər imamdır. Bu yəni Quran-ı Kərimə zidd olacaq bir sözdür. Niyə? Yox, niyə, nəyə görə ziddir? Yəni əgər peyğəmbər gəlibsə, yəni imam yəni rəhbər də, peyğəmbər gəlibsə, ona itaat eləmək vacibdir. Onun milləti, onun cəmaatı görə ona itaat eləsin və ona rəhbər kimi gəlir. Bizim mövzu bu deyil. Peyğəmbərə itaət olar olmaz. Bizim mövzu budur ki, hər bir peyğəmbər imamdır yoxsa yox. Bizim mövzu budur. Hər bir peyğəmbər, Rasul və Nəbi imam olmaya da bilir. Məsələn, alimlər biraz o barədə yəni ixtilaf ediblər. Biz deyirik ki, alimlərin deyirik ki, bizim din İslam dinidir. Çünki nəyə görə hədislər var da, o barədə hədislər var ki, Lut aleyhissalam belə eləyir. Əzizim, bax bunun bir Quran-ı Kərimdə dəlilimiz var da. Alimlərin başını buraxır. Alimlərdə ixtilaf var, amma İslam dinində ixtilaf yoxdur. Var, İslamda da var. Yox, İslam dinində yoxdur. Alimlərdə var. Mövzuya gəlirik. İbrahim aleyhissalam, cavabı verirəm. Sən deyirsən ki, Vüsal, deyirsən ki, hər bir peyğəmbər imam idi. Mən sənə indi isbat edirəm ki, hər bir peyğəmbər imam deyildir. Məsələn, İbrahim aleyhissalam imam idi, bəli, elə deyilmi? Bəli. Bəqərə surəsi 124-cü ayət. Onun oğlanları peyğəmbər oldu. İmam idi? Yox. İmam deyildi. Onun əmsi oğlu Lut aleyhissalam peyğəmbər idi? Bəli. İmam idi? Yox. Biz ancaq və ancaq bəzi peyğəmbərləri görə bilirik ki, onlar peyğəmbərlikdən sonra bir imamlıq verilir. Sizin axı inancda Vüsal belə bir deyim var. İmamətlik peyğəmbərlərdən üstün olandır. Ən birinci peyğəmbərlik verilir və sonra İbrahim aleyhissalam hekayəti var da, sən gözəl bir imtahandan çıxdığına görə ikinci bir mükafat verilir ona, imamlıq. Yəni biz görürük ki, Vüsal bəy, hər bir peyğəmbər, Rasul, Nəbi öz dönəmindəki olacaq insanların üzərində peyğəmbərliklə keçirmişdi. Bəzi peyğəmbərlər isə həm peyğəmbər, həm xəlifəlik iki titulu öz üzərində götürmüşdür. Bu bir. İkinci, demək istəyirəm ki, səhər siz dediniz ki, Musa aleyhissalam öz dönəmində bir imam deyildi. Elə mən bunu bilmirəm, görmədiniz, istədim danışam, imkan vermədilər. Əlhamdülillah. Səcdə surəsinin 23-cü ayəsini biz oxusaq, Vüsal bəy, görəcəyik ki, Musa aleyhissalam birinci növbədə peyğəmbərlik alır, amma imtahanlar olunmalıdır. İmtahandan sonra Allah Subhanahu Tur dağından qayıdandan sonra Tövratla Səcdə surəsinin 23-cü ayəsini baxsaq, görürük ki, Musa aleyhissalam peyğəmbər idi, amma hələm imam deyildi. İmamətlik ona Tur dağından gələndən sonra verilir. Bu iki. İndi ikinci bir mövzu var. Sizin iddianıza görə ki, imam mütləq olaraq elmli olmalıdır. Elmli olmasa o imam ola bilməz. Amma biz
Peyğəmbəri Bədir döyüşündə görürük ki, Məkkə müşrikləri əsir düşmüşdü, müsəlmanların əlinə və onlardan fidyə istənilirdi. Canın azadlığı üçün mütləq olaraq bir işlər görməliydilər. Allah Resulü dedi ki, siz bizə yazı pozu öyrədin, biz sizi azad eləyək. Bu bir, elm öyrənildi mi? Öyrənildi. Bu birinci. İkincisi isə Salman Farsı Xəndəyə kim öyrətdi? Muhammedə, İmam Əliyə, sahabələrə, Allahın salamı olsun onlara və onların ailəsinə. Allah Resulü və yaxud da İmam Əli Xəndək savaşını, başarılığını hardan bilirdi? Heç hardan bilmirdi. Xəndək savaşının qazılması ilə kafirlərin üzərində böyük bir belə deyək də udma oldu. Kafirlər uduzdu. Biz orada da gördük ki, sahabələr, baxın ha, müşriklərdən elm öyrənilir. Bir, sahabədən elm öyrənilir. İki, üçüncüsü isə biz bu hadisəni Musa Aleyhisselam hekayətində də görürük. Birinci, Xızı Aleyhisselam, bilirsiniz ki, Xızı haqqında bir deyiliş yoxdur. Ya o bir Rasuldur və Nəbidir. Bax, Musa Aleyhisselam ona tabi olur. Həm Peyğəmbər, həm də xəlifə. Ona tabi olur. Tabi olmasına baxmayaraq səbirsizlikdən Xızı onu bırakır, deyir, yox, sən mənə 3 dəfə söz verdin, üçündə də üstündə dayanmadın. Musa Aleyhisselam deyir ki, ya Musa, ya Xızı, unutduğum şeylərdən ötürü məni qınama da. Xızı dedi ki, mən sənə nə qədər deyəcəm bunu? Sus, danışma, sual vermə. Biz görürük ki, sıravi olacaq bir mömin, yəni Xızının Rəsul və Nəbi olması barəsində Quran-ı Kərimdə ayət yoxdur. Və həmçinin bir imam da deyil. Bu, yalnız və yalnız Musa Aleyhisselam üçün gələn bir insan cildində bir, belə deyək də, bir insan idi. Biz görürük ki, həm Peyğəmbər, həm imam tabi olur kimə? Bir insana. Yəni, imamlar da, Peyğəmbərlər də kimdənsə, nəsə öyrənə bilir. Mənim deməyim başqa idi, indi ola bilir siz düz başa düşməyibsiniz mənə. İmam deyiləndə bütün peyğəmbərlər imamdır, amma qaldı ki, Allah onlara imam təyin eləyir. Bax, tutaq ki, necə deyim sizə, necə izah edeyim ki, mənə düz başa düşəsiniz. Ayələrlə deyim, mən başa düşəcəm. Bax, tutaq ki də, bizə görə imamın naibi də imamdır. Tutaq ki, imamın naibi bizə görə imamdır. Sonra kimsə püşnamaz durarsa, o da imamdır. Amma bunların xüsusiyyətləri ayrıdır. Peyğəmbərlər də hamısı imamdır və Allahın xüsusi seçdiyi içlərindən təyin elədiyi imamlar da var. Yəni imam nə? Yəni rəhbər, öndər, bu cəhətdən. Bunların hamısını bir tutmaq olmaz. Tutaq ki, Peyğəmbərin canişini ilə püşnamazdakı olan imamı, bunları bir tutmaq olmaz. Və yaxud ümmətin imamı, ümmətin ulul əmri ilə və yaxud Peyğəmbərin təyin elədiyi əshabələr üzərində tutaq ki, bir dənə sərkərdə, onlara bir dənə rəhbər, onlara bir dənə imam, bunu bir tutmaq olmaz. Bunların hərəsinin ayrı xüsusiyyəti var. Əgər biz bunları hamısını bir tutsaq, yəni mənim fikrimcə bu ədalətli olmaz. Onların hərəsinin öz xüsusiyyəti var. Yəni bizim fikrimizə görə, yəni bizim yanaşmamıza görə ki, Quran bizə deyir, məncə Talutu misal gətirdim. Bilməm siz oradaydınız yoxsa yox, Talutu misal gətirəndə. Allah Quranda ki deyir ki, Talutu biz sizə hökmdar, rəhbər, imam təyin elədik. Çünki o cisimcə güclü idi və elmcə elmli idi. Allah iki dənə xüsusiyyətə görə Talutu orada rəhbər təyin eləyir. Elminə görə və cismi gücünə görə. O da Obşi İsrail oğulların üzərində rəhbər idi, hökmdar idi. Və onda bir əmanətlər var idi. Bəli, o əmanətlər barədə çoxlu hədislər gəlir. Bizim etiqadımıza da görə o əmanətlər yalnız Əhl-i Beytə aiddir. Musanın əsasıdır, Süleymanın üzüyüdür, sonra sandığı da var. O yalnız Əhl-i Beytdən Əhl-i Beytə keçir və axırda da İmam Mehdi ilə o gələcək. Və Yahudilər əksəriyyəti o sandıqla tanıyacaq. Deyəcək, bəli, o vaxtı Talutda da o sandığı var idi.
Bəli, o gəlir, amma biz burada əşyaları demirik, xüsusiyyəti deyirik. Yəni imamın xüsusiyyəti, ulul əmrin xüsusiyyəti. Bəli, yəni siz dediyiniz kimi biz orada qəbul edirik. Bəli, Peyğəmbər adi bir dənə qoşuna, bir dənə kişi göndərəndə üzərində bir dənə rəhbər təyin edirdi, imam təyin edirdi. Amma bu ümmətin üzərində təyin olunan imam deyil idi o. Ümmətin üzərində təyin olunan imamın bizim yanaşmağımıza görə Quranla və hədislə başqa, çünki bizim əlimizdə başqa bir dəlil yoxdur. Olsa qəbul eləyərik. İki dənə xüsusiyyət olub. Elm və güc. Cisimdə güc. Elm və güc. Yenə deyirəm, bayaq yəni qeyd etdim, biz görürük ki, elmli olmayanlar da, məsəl üçün, bax, Peyğəmbər bayaq ifadə etdim, Xızır nə bir rəsuldur, nə də bir nəbidir, nə də bir imamdır. 3 dənə xüsusiyyət onda yoxdur. Nə də kitab verilir. Bir sıravi bir mömündür. Belə deyək də, sıravi bir mömündür. Mömündür ki, peyğəmbərliklə, mömündür ki, rəsul və nəbiliklə və həmçinin də imamlıqla da Allah tərəfindən seçilməmişdir. Amma Musaya əmr olunurdu ki, ya Musa, tabi olacaqsan Xızıya, o nə deyəcək, ona susacaqsan. Baxın, peyğəmbərdir, imamdır, amma bir elmi yox idir. Nə elmi yox idir? Səbir elmi yox idi. Ona görə Peyğəmbərdir, Xızır peyğəmbərdir, niyə peyğəmbər? Xızır peyğəmbərdir bə ya? Yox, onun peyğəmbər olması üçün Quran-ı Kərimdə məsəl üçün dəlil olmalıdır ki, bu rəsuldur və nəbidir. Nəbi keçir də Quranda Xızır haqqında səhv eləmirəmsə. Yox, ayəti versən oxuyarıq. Yəni baxarıq. Bir dəqiqə baxım, görüm burada. Bir dəqiqə. Belə Allah həmd olsun, Harun əleyhissalam elmi var idi. Bəli, Musadan sonra qövmün içində kitabı bilən o idi. Ancaq güc barəsində, yəni güclü deyil. Çünki o qövmə qarşı gələ bilmədi. Onu taysizlik etdilər. O güc yetirmədi. Hətta Musa əleyhissalam gələndə deyir, anamın oğlu yapışmasa saçımdan, saqqalımdan qövmü məzəib biləcək. Yəni mən onların içində rüsvay etmə. Yəni o demək deyil də. Yəni əlbəttə ki, yəni orada düz deyir. O Talut məsələsində Allah Subhanahu taala deyir ki, o sizdən bədəncə və elmcə güclü idi. Yəni o da şərt ola bilər, söhbət yox. Ancaq o mütləq şərt deyil də, yəni. Ya ulul əmrin mütləq şərti o deyil. Elm və şey. Qaldı Harun zəif olmayıb. Nəyə görə? Bax tutaq ki, burada mən bir söz deyim də. Muhammed sallallahu aleyhi və səlləm də o cür olub ki, Məkkə müşrikləri ona nə qədər zülm eləyirdi, onlara heç nə eləyə bilmirdi, məcbur oldu, hicrət elədi. Və Məkkə müşrikləri ona deyirdilər ki, qorxdu, qaçdı, çıxdı ölkədən belə, elə şey eləyibdilər. Güc onda deyil, güc döyüşdə bilinir. Döyüş meydanında Taluta niyə güclü deyirdilər? Çünki o güclü bir dənə sərkərdə idi. Allah da ona görə deyir ki, biz onu o vaxtı elə Davud peyğəmbərin vaxtında onlar şeyə qarşı çıxmışlar, adı yadından çıxıb da bir dənə orada kafir var idi. Bəs Talut Salut. Yəni orada o sınaqlardan keçir, o döyüşdə çox şey aparır özünün, fəaliyyət aparır. Allah da onu o sınaqdan keçirdir və axırda deyir ki, yəni oradakı olan millət də görür ki, bəli, Talut cisimcə güclüdür. Ola bilər indi bir peyğəmbər güclü olsun, amma tutaq ki də onu tutsunlar, qətl eləsinlər. Bir dənə Fısal haqqı yalan. Fısal bir dənə haqqı. Ay fəday. Zülqarneyn də peyğəmbər deyildi. Onun haqqında əməl salih peyğəmbər haqqı keçmir. O da qeybdən xəbər bilirdi. O da Allah Subhanahu vəhy elirdi. Falan yerə get falan. O demək deyir ki, o uşağı öldürəndə qeybdən deyirsən xəbər verirdi. O peyğəmbər Allah Subhanahu taala deyir seçdiyi elçisinə. Bax ha, Rəsul deyir seçdiyi elçisinə. Əgər kimi seçərsə, seçdiyinə qeybindən nəyisə aça bilər. Orada Zülqarneyn də yəni şey deyildi, peyğəmbər deyildi, ancaq Allah Subhanahu taala qeybindən bildirirdi. O demədir, Xızır əleyhissalamın dəlil yoxdur. Nağd, yəni açıq-aşkar dəlil yoxdur. Məryəm anamızın özü Cəbrail gəldi. Vəhi dəyişdi. Nə peyğəmbər, nə rəsul idi. Musa əleyhissalamın şəriətini dəyişdi. Məryəm anamız. Cəbrail gəldi. Cəbraillə danışdı. Hər bir, hətta belə
Cəbrail əgər gəlirsə, Məryəm anamıza da vəhlər gəlirdi. Özdə ki, nə vəhlər idi? Hökmü dəyişmək. Bu, belə deyək də, peyğəmbərlərə, Rasul və nəbilərə aid olacaq bir məsələni biz Məryəm anamızın üzərində də görürük. O da mı peyğəmbərdir? Məsəl üçün, Haqqı halalla Üzeyr əleyhissalamın özü barəsində deyir, peyğəmbər və yaxud da nəbi olduğu barədə bir dəlil yoxdur. Üzeyr əleyhissalam uzun qulaqla kəndin xarabalığa dönmüş kəndin yanından keçərkən. Bildin də hansı? Deyir Allah bu kəndi ölümündən sonra dirildəcəkmi? Deyir Allah onu öldürdü, dedi uzun qulağına bax. Həmin hadisə, həmin qissə. Sonra Üzeyr haqqında da məsələn o peyğəmbər və ya rasul olduğu barədə bir dəlil yoxdur. Vüsal bəy, siz bayaq qeyd etdiniz ki, səhər qeyd etdiniz ki, məsəl üçün imamlar mütləqdir ki, güclü olsunlar. Amma biz Məkkədə Allah Rasulunun gücsüz olduğunu görürük. Özdəki düz gözünün qabağında sahabələr öldürülürdü, şəhid olurdu. O onların əlindən almırdı. Onlardan da biri Ən-Nəhl surəsi 106-cı ayə. Yasirin ailəsi ki, öz gözünün qabağında şəhid oldu. Yəni imamlığın şərtidirsə, xəlifəliyin şərtidirsə güclü olmaq, onda Allah Rasulu belə baxsaq görəcəyik ki, Məkkədə olarkən güclü deyildi və imam da deyildi. Amma bunu siz də bilirsiniz, biz də bilirik ki, onun imamlığı, xəlifəliyi üstündədir. Həm də ki, bunu da qeyd edelim ki, burada biz yəni Quran-ı Kərimdə Allah Rasulunun xəlifəlik barəsində, necə ki, Musaya verildi xəlifə sözü, necə İbrahimə verildi xəlifə sözü olduğunu görmürük də. Nə Muhammedin, Allahın salamı olsun ona və onun ailəsinə, görmədiyimiz təqdirdə siz, məsəl üçün, Quran-ı Kərimdə necə İmam Əlinin xəlifəlik barəsində siz şiyələr bunu iddia edirsiniz. Muhammedin açıq-aşkar olaraq bir itayət var. İtayəti demirəm mən, yenə deyirəm, xəlifəlik başqa şeydir. Hər bir peyğəmbərə itayət var, bəli. Bu barədə səninlə müzakirəm yoxdur, sizinlə müzakirəm yoxdur. Amma bir xəlifədir. Məsəl üçün, İbrahim Aleyhisselam öz dönəmində bir peyğəmbər idi. Xəlifəlik verilməsə də belə İbrahim Aleyhisselama tabe idilər. Lut Aleyhisselam tabe idi, oğlanları peyğəmbər idi, tabe idi. Amma xəlifəlik sonra verildi ona. Yəni xəlifəlik sözü Muhammedin üzərində, Allahın salamı olsun ona və onun ailəsinə, görsənmir. Yəni yoxdur Allahın izinə. Mən bir 10 dəqiqədə yanım çıxartıb getməliyəm Allahın izinə. Çıxırsınız yoxsa necə? Buyurun siz danışın mən inşallah. Yox, mən onu demirəm. Yəni burada Quranda da ayə deyiləndə cismən güclü idi. Qüdrət ola bilər. Peyğəmbər sallallahu aleyhi və səlləmin orada qüdrəti yox idi, heç kimi yox idi. O ola bilər. Burada cismən söhbətdə gedir. Biz hətta hədislərdə baxsaq, yəni bu ixtilafsızdır da, hədislərdə hamımız qəbul edirik ki, Peyğəmbərdə 30 kişinin gücü olub. Hətta Həzrət Əli, biz hədislərdə neçə dəfə görmüşük, Həzrət Əli onunla güləşəndə həmişə məğlub olurdu Həzrət Əli. Həzrət Muhammed sallallahu aleyhi və səlləmə həmişə məğlub olurdu. Nerede da sabit gəlir. Yəni bu barədə cismən bəli Həzrət Muhammed sallallahu aleyhi və səlləm Həzrət Əlidən də güclü olub. Amma qaldı ki, orada ayə deyiləndə ki, biz Xızırı, əstəğfurullah, Tavlutu cismən, orada demir qüdrətsə. Muhammed sallallahu aleyhi və səlləm, yəni baxsaq, Məkkədə, yəni çox məzlum idi, çox zülm edirdilər ona. Və baxsaq, hamı tökülüşürdü, daş atırdı. Muhammed Peyğəmbər durub əlinə qılınc alıb onları şeydən deyir ki, Muhammed sallallahu aleyhi və səlləm hicrət elədi və ondan sonra cihada qalxdı. Və döyüşlərdə də Həzrət Əlidən hədis var ki, Buxarıda da hədisi mən görmüşəm, bizim mənbələrdə də var. Həzrət Əli deyir ki, döyüşdə ki, biz zəifləyərdik, yəni görərdik ki, artıq düşmən çox belə talpa ilə də üstümüzə gəlir, loru dildə deyirəm talpa ilə. Çox üstünə gəlir, biz sığınardıq Muhammedə, çiynimizi şeylərdik Muhammedə tərəf. Deyir, o Muhammed deyir, 2 dənə nizə ilə vuruşardı. Muhammed sallallahu aleyhi və səlləm cismən həddindən artıq çox güclü olub. Həzrət Əli də həmçinin, amma
dediyim kimi qüdrət cəhətdən bəli, Əmmar Yasirin orada Məkkə müşrikləri biz baxsaq bəli, anasını da şəhid edirlər, atasını da şəhid edirlər, amma Muhammed sallallahu aleyhi və səlləmə Allah icazə vermir orada ki, cihada qalxsın. Və Muhammed sallallahu aleyhi və səlləm də bunu öz nəfsi ilə yoxdur, gərək mütləq şəkildə vəhlə bunlara əməl eləsin. Harda ki Allah icazə verir bunlara, Həzrəti Həmzəyə də bildirirlər, Həzrəti Cəfərə də bildirirlər, elə Həzrəti Əliyə də bildirirlər ki, bəli, siz artıq vuruşa bilərsiniz. Onlara harda tutdunuz öldürün, harda tutdunuz belə eləyin və s. Onda bəli, onda da onlar döyüşürlər. Amma cismən ki, yanaşmaq ki, Həzrəti Muhammed zəif olub, mən buna razı deyirəm yəni. Yox, biz buna etiraz etmirik. Sadəcə biz bunu Harunda da görürük. Musa Aleyhisselam Tur dağına gedəndən sonra öz qoyduğu, əmanət etdiyi üzərlərində bir xəlifə seçir Musa Aleyhisselam Harunu və görürük ki, onların qövmü yenə də şirkə, küfrə gedir və deyir ki, mən bunlardan başara bilmədim, bunları mən gətizdirə bilmədim. Mən sizə təşəkkür edirəm bu sual. Allah köməyiniz olsun, var olasın. Bərəkət versin. Əx, səndən də Allah razı olsun. İnşallah görüşərik. Xoş oldu. Amin inşallah. Rusal, lazım olanda qalx inşallah söhbət. İnşallah danışarıq Allah izniyle. Allah. Salam aleyküm. Kanala abunə olun inşallah. Və aleyküm selam.